həmişə orada bir ideya irəli sürəcəm. Məsələn, gələn kimi aşağıda kreditlə bağlı 2 dəqiqənin içində fikirləşdi, bir şey çıxartdı. Bizim ofisə də bundan qabaqçı olursa, ofisə gələndə içəri girib baxdı belə bizim logoya falan filan, bir şey fikirləşdi haqqımızda. Qayıtda dedi ki, sizin bundan sonra bir dənə qəşəng sloqanınız gəldi ağlıma. Dedim, nə? Fikirləşdi, dedi ki, mən sizinlə işləməkdən zövq alıram. Bir dənə oraya yaz ki, bizimlə işinizdən zövq alın. Biz də nə elədik? Götürdük, yazdıq. Ay Allah, mən bilməm. Onu deyirdi ki, göstərəcəm səni. Baxın, görün, mənim üçün çox həqiqətən şadım ki, Anoğlan dostum həqiqətən bizlə bir yerdə, illərimizi biz bir yerdə vermişik. Və mənim dediyim sloqanı buraya yazdım. Yəni, həqiqətən sağ ol, Allah razı olsun. Sən dəyərlisən. Çox sağ ol, qardaşım. Yəni, bu fikirdən söhbət gelmir. Sən qanunlu işləyirsən, öz övladın kimi. Və mənim sözümü burada yazdım, mənim üçün böyük fəxrdir. Allah səndən razı olsun. Biz birlikdə güclük. Bilmirdim, valla. Aşağıda dedi, indi göstərdi. Çox sağ ol. Rüfəti alqışlayaq.